Şəmkir rayon Çirkəsəbə İskəndər Azərov adına tam orta bir sayt məktəbinin şagirdi olan İskəndərovu və Həsən Havacılar Z komandası Engineers takımı bu layihəni hazırlamışdır. Bu layihədən mən mühərriklərdən istifadə etmişəm, tullantı qabından istifadə etmişəm və burada motorları qoşmuşam və bunun fırlanması üçün çox sayda belə açarlar istifadə etmişəm. Deməli, bu layihəni hazırlamaqda məqsəd nə olmuşdur? Kür çayının sahillərində və səthində görünən plastik tullantılar sadəcə görüntü kirliliyi deyildi, həm də su ekosistemində vuran böyük bir zərbə idi. Məqsədim isə hər kəs əldə edə biləcək sadə material bu problemi həll edə bilməkdir. Yəni, mühəndislik tədqiqatı. Həmçinin bu layihənin ən güclü tərəfi isə minimum resurs, maksimum səmərə prinsipidir. Bahanə materiallar tələb etmir, hər kəs tərəfindən düzəldilə bilən bir layihədir. Biz mühərriki işə salanda bu su səthinin üzərində zibilə yaxınlaşarkən bu götürür və gəlir tökülür konteynerə və biz bu konteynerdən də bunu təkrar emala göndəririk. İndi işə salıb göstərmək istəyirik. Demək, bu layihənin ən güclü tərəfi minimum resurs və maksimum səmərə